yay gəldi və qurddan təmizləmək vaxtı gəldi çatdı mənim əzizlərim. Qurddan, parazitdən necə təmizlənirsiniz? Mən bax bu vasitələrlə təmizlənirəm. Bu trigelimdir. Trigelim artıq uca məşhurdur, çünki bir çox insanlar bunun nəticələrini görüblər. Mən də ildə artıq uca 15 ildir, ildə 2 dəfə bunlarla təmizlənirəm. Əslində bunu təmizləmək üçün heç bir analizat vermək ehtiyac yoxdur. Çünki hər bir insanda qurd parazit var. Bunun içində 3 fazadır. Birinci faza insan orqanizmasını hazırlayır təmizləmək. İkinci faza isə bu faza insan orqanizmasında bütün parazitləri öldürür və yaxud keyləşdirir. Üçüncü fazada bu bax belə enterovitdir. Enterovit də tərkibində qvazdiçli miyot var. Mixey balı var bunun tərkibində. Bu da bütün orqanizmada antioksidant kimi təsir edir və mikrofloranı bağırsaqda bərpa edir. Və bunlardan bir yerdə təbii ki mən istifadə edirəm piyik. Çünki bu yer almasının paraşokudur. Bu da orqanizmada öd yollarını yaxşı təmizləyir və orqanizmada olan ağır metalları çox gözəl təmizləyir. Bununla bərabər mən içirəm antioksidant navamin və yaxud silen. Bu dəfə navaminə üstünlük verdim. Çünki navamin də orqanizmaya kömək edir ki immunitet qalsın və parazitlər rahat çıxsın. Və bundan başqa da qaraciyər üçün çay istifadə edir. İndi də mən bax bunu səhər dadım istifadə etməyə. Siz də mənim əzizlərim, indi kanikuldur, məktəblər qutardı. Öz uşaqlarınıza da, özünüzə də ailəlikcə bir yerdə bax bu qurddan, parazitdən təbii yolla öz orqanizmamızı təmizləyin.